Salam, bugün sizinlə 3 mart tarixində keçirilmiş RFM sınağının nəticələrinə baxacaq. Gəlin başlayaq. Verilən bitkilərdən neçəsi göstərilən sxemə uyğundur? Buynuz meyvə. Deməli, turp buynuz meyvədir, lobya paxladır, noxud paxladır, kələm buynuz meyvədir, buğda dən meyvədir. İkisi, kələm və turp. Lobya bitkisinin hansı rəqəminə verilən hissəsi ziqotdan başlanğıc götürməyib? Ziqotdan başlanğıc götürəcək rüşeym. Rüşeym də rüşeym tumurcuğu, rüşeym gövdəciyi, rüşeym kökçüyü və ləpədən ibarətdir. Burada da mənə 5 ilə toxum qabığını göstərdir. Toxum qabığı yumurtacığın qabığından əmələ gəlib deyə, rüşeymlə əmələ gəlməyib 5. Uyğunluğu müəyyən edin. Doğrudan doğrunu, yanlışdan yanlışı götürəcəm. Vərəm xəstəliyi bakteriyalar törədir, bəli. Çöp bakteriyaları çöplərdə deyilir. Bitki göbələk və bakteriyaların xarici qlaf plazmatik membranda xeyr, daxili qlafı. Vakol bitki, heyvan və bakteriya hüceyrələrində olur. Xeyr, bakteriyada vakol olmur. Yəni bunu götürəcəm. Əmci T hüceyrəsi ixtisaslaşmış hüceyrədir, bəli, amma yanlışın altdadır deyə götürmürəm. 1-2 A variantı. Hansı bitkinin meyvəsindən əmələ gəlməsində iştirak edən yumurtacıq sayı yumurtalıq sayına bərabərdir? Bir toxumlu meyvələr, çərdək meyvə, dən meyvə, toxumca meyvə, sonra fındıq meyvə. Burada da günə baxan var, toxumca meyvə götürəcəm. Verilmiş çoxalma sxemindən istifadə edərək yaranan yeni bitki haqqında hansı fikri söyləmək olmaz? Demək, toxumla meyvədən çoxalmadır. Bu, yəni generativ çoxalmadır. Meyvələr sadədir. Bəli, sadə meyvə yaranacaq. Çünki bu çərdək meyvədir. Bir dişicikdən əmələ gəlir deyə sadə sayılır. Bu düzdür. Meyvələr çərdək meyvədir, bəli, onu da dedik. Toxumun rüşeymdə 2 ləpə yarpağı var, bəli, 2 ləpəlidir. Yaranan bitkidə meyvəyə başlanğıc verən çiçəklərin yumurtalığında bir neçə yumurtacığa rast gəlir. Xeyr, əgər çoxlu yumurtacıq olsa, çoxlu toxum yaranmalıdır. Burada bircə yumurtacıq, bircə toxum yaranır. Bir meyvədə gilası. Elə D düz variantımızdır, yəni səhvdir. Səhv istəyir bizdən. Keçdik. Şagirdlərlə əyani eksperiment həyata keçirən müəllim şəkil əsasən onlara hansı tədqiqat sualını verə bilər? Baxın, biz hər hansı bir təcrübədə nəyi yoxlayırıqsa, onu dəyişməliyik. Digər hər şey sabit qalmalıdır. Baxaq, ətraf mühit temperaturun fotosintez sürəsinə təsir edirmi? İkisində də temperatur 30-dursa, mən bunu dəyişməmişəmsə, bunu öyrənə bilmərəm. Torpağın nəmli fotosintezə təsir edirmi? İkisi də nəmli torpaqdır. Yenə deyirəm, dəyişməmişəmsə, sabit dəyişəndə öyrənə bilmərəm. Günəş işığı fotosintez sürətinə, ikisi də günəşin altdadır, yenə dəyişməyib söylənmərəm. Ətraf mühitdəki karbon qazının miqdarı fotosintez sürətinə təsir edirmi? Birincidə bir canlı var, ikincidə 2 canlı. 2 canlı varsa çox karbon qaz var, deməli çox fotosintez gedəcək. Bax, bunu öyrənə bilərəm, çünki artıq bu təcrübədə dəyişibsə, artıq sərbəst dəyişəndir və öyrənilir. Digərləri sabit dəyişən idi. Düzgün cavab variantı D variantı. Hörümçək kimlərə aid deyil? Tarantul, böv, qaraqurt, ümumiyyətlə hörümçək kimlərə aiddir? Hörümçəklər, əqrəblər, gənələr, bunlar bövlər, hörümçəklərə aiddir. Amma burada 1-ə verib, 1-ə bəli həşəratdır, bit 1-ə qanadsız həşəratlardır. 7-də D variantı. Təsvirlə bağlı yanlış fikri müəyyən edin. Deməli, A heyvan göstərir, B bitkini. A və B orqanizmə məxsus hüceyrələr sitoplazmadan oksigen istifadə edib karbon qazını xaric edərək hüceyrə edir. Bəli, bütün canlılar tənəffüs edir. Burada da söhbət mitoxondrisinin olmasına gedir. İkisində mitoxondrisi var. A orqanizminin aid olduğu canlı qrupuna malik hüceyrələr haqqında əsas material Schleiden. Baxın, Şivan, vanla qutarır, heyvanı öyrənir. Schleiden isə bitkiləri öyrənir. Yanlışı istəyir deyə, elə burada yanlış variantım B variantı olacaq. Çünki dedik, Şivan heyvanları, Schleiden isə bitkiləri. Verilən şəkildə X, Y, Z, bu şəkil yəni əzbərçidir. Hər yerdə, testlərdə, kitablarda, hər yerdə var. Yeni sual deyil. Gövdədən çıxırsa əlavə, tam aydın, bariz şəkildə görsənirsə əsas, əsasın üzərindən, əlavənin üzərindən çıxırsa yan. Deməli, X əlavə, Y əsas, bu da yan. D variantı. ABC canlıları, heyvanları müxtəlif. Burada bəzi şagirdlər çaşıb, elə düşünürlər ki, indi A deyirlər həm məməli, həm quş ola bilər. Amma burada sizə deyir ki, müxtəlif qruplarına aiddir. Mən C-ni məməli götürürəmsə, çünki C-də tükörtüyü var, istiqanlıdır. C məməlidirsə, A mütləq quş olmalıdır, müxtəlif qrupdur deyir deyə. Onurğalı və istiqanlı. Onurğalı və istiqanlı 2 dənə qrupum var, quş məməli. Burada isə deyir ki, pulcuqlu və çoxlu sayda selyə malikləri və onurğalı. Bu isə balıq olacaq. İndi nə istəyir məndən? B soyuqqanlı heyvandır, yanlış istəyir. Bir düzdür, bunu mən götürməyəcəm.
A dərsi çılpaqdır, silik ifrazinin çoxlu vəzləri var. A quşdur, xeyr, səhvdir. A-nın dərisi buynuzlaşmış lələklərlə örtülüdür və bircə dənə vəzi var. C dərisi quru və vəzsizdir, bu xeyr. C məməlidir, ən çox vəz müxtəlifinə malik qrupdur. A dərisi qurudur, yeganə dəri vəzisi pi vəz ifrazinin büzün vəzisidir. A-hanı quşdur, düzdür, bunu götürməyəcəm. C-nin dərsində 4, C-nin dərsində süd, tər, pi və qoxu vəzləri var. Bəli, 4 növ bunun vəzi var, məməlidir. Aid olduğu qrupa məxsus bütün canlılar dərsi lələk. Bəli, quşların əsas xüsusiyyəti nədir? Lələklərdən təşkil olmuşdur. Deməli, mənim yanlışım olacaq 2 və 3. D variantı. Doğrudur. Aşağıdakı qrafikdə onurğalı bir heyvanın bədən temperaturuna, ətraf temperaturuna asılı qrafiki verilmişdir. Qrafik əsasən hansı mülahizə yanlışdır? Baxın, hər zaman deyirəm, əgər temperatur asılıdırsa, bədən temperaturu xarici temperaturdan, bu soyuqqanlıdır. Aslı deyil, sabitdirsə istiqanlıdır. İndi burada aslıdır, ətrafda temperatur dəyişdikcə bunun bədəndə də dəyişirsə, bu soyuqqanlı heyvandır. Deyil və yanlışı soruşur. Axı ətraflarına daha uzun olduğuna görə sütrayışla. Amfibidir, uyğundur. Üzgəçlərin köməyi ilə balıqdır, yenə bu qrafik uyğundur. Timsah ola bilər, sürünəndə bu qrafik uyğundur. Balasını südlə bəslər, bu məməlidir, bu qrafik uyğun deyil, sabit olmalıdır. Yanlış D variantı. Çiçəkli bitkinin çoxalması zamanı 2 fərqli söz tətbiq edilmişdir. Bu üsulla bağlı verilmiş fikirlərdən doğru olanlar Venn diaqramını müvafiq olaraq seçin. Birincisi toxumla. Burada generativ yazmalıydı, bu səhv yazıb. İkinci üsul isə vegetativdir, yarpaq çili ilə çoxalır. Demək, bu üsulun tətbiqi zamanı bitkidə ilk yaranan kök bilavasitə gövdə ilə birləşmə yaradır. A üsulu toxumdur. Bəli, bu zamanki çıxan kök bilavasitə gövdəyə birləşmiş şəkildə olacaq. Bu doğrudur. Bu B üsulunun, yəni B ikisinə dair bir şeydir. Bu üsulun tətbiqi zamanı bitkidə ilk yaranan kök növ bilavasitə gövdədən inkişaf etmişdir. Xeyr, burada yarpaqlar çoxalırsa, burada yarpaqdan, ada isə toxumdan çıxacaq. Birinci üsulda toxumdan çıxan kök gövdədən çıxacaq. İkinci üsulda isə yarpaqdan çıxır deyə ikisinə də gövdə aid deyil, bu səhvdir. C. Bu üsulun tədqiqi zamanı yeni yaranan bitkidə yalnız 2 növ kökə rast gəlmək olar. Bəli, C-nin ikinci üsulun altındadır. Burada da yalnız əlavə və yan kök olacaq, əsas kök olmayacaq. Bu da düzdür. Buya aid bu üsulun tədqiqi zamanı yerin yaranan bitkidə yarpaq və kök boruları bilavasitə əlaqədardır. B ortaqdır, xeyr. Yarpaq və kök boruları əlaqəli 2-dədir. Bu da yanlışdır. Bu üsulun tədqiqi zamanı yerin yaranan bitkidə zoğ və yarpaqlar rüşeym tumurcuğundan inkişaf etmişdir. Ada bəli. Biz deyirdik ki, rüşeym tumurcuğundan yarpaqlar və zoğ yaranır. Bu da doğrudur. Deməli, C-miz doğru olacaq. X sayda hörümçəkdə olan bəzi orqanlar qrafikdə ABC hərflərlə verilmişdir. Qrafik əsasən yanlışı. Deməli, bir dənə X sayda hörümçəyim var. Tor vəzlərinin sayı ola bilər. A-nı neçə veribdir? 6x. Tor vəzləri deyirsən, X sayda olan, yanlışdır, bu düzdür, bəli, deyəcəkdim, baxı düzdür. Xeysərlərin sayı ola bilər. 2x, bəli, hərəsində xeysər 2 pedipalp olur. X isə 2x olmalıdır. Bığcıq, bığcıqları yoxdur bunların, sıfırdır. Ona görə burada 2x götürüb, bu yanlışdır. C-m yanlış olacaq. Yaşıl quş mamırının hansı rəqəmlə göstərilən hissələri həm ana, həm data bitkinin əlamətini daşıyır. Söhbət ziqotdan yaranan hissələr deyil. Ziqotdan da yaranır 1 və 2, yəni ayaqçıq və qutucuq. D. Digər hissələr isə yalnız ana xüsusiyyətini daşıyacaq. Hansı qrup bitkilərdə qeyri-cinsi nəsil üstünlük təşkil edir? Ümumiyyətlə, yadınızda saxlayın. Mamırdan başqa hamısında qeyri-cinsi nəsil üstünlük təşkil edir. Burada da qıcı örtülü toxumlu. Yəni 2 və 3. B variantı. Sonra, hansı bitkinin yarpaq damarlaması şəkildəki kimidir? Torvari, torvari da palıqda olacaq, bəli. C variantı. Hansı rəqəmlə göstərilən proseslər qarğıdalı erkək çiçəyində baş verə bilər? Baxın, bunu tam dərindən öyrənməyizə ehtiyac yoxdur. Mən də uşaqlara bu şəkildə başa salmışam. N-dən N yaranırsa mitoz. Əgər yəni olduğu kimi saxlanırsa, bu mitozdur. Sonra, N-dən 2N yaranırsa mayalanma, 2N-dən N yaranırsa meyoz. İndi biz də deyirik, erkək çiçəyində baş verə bilər, N-dən N-ə keçə bilər, 2N-dən 2N-ə keçə bilər, bir də 2N-dən N-ə keçə bilər. Bu, həm erkəkcikdə, həm dişicikdə baş verir. Dişicikdə əlavə olaraq N-dən 2N-ə də keçə bilər, çünki mayalanma da baş verir. Erkəkcik soruşursa 1, 2, 4-ü götürəcəyik.
Yəni D variantı. Tozlanmasında abiotik amil rol oynamır. Abiotik amil nə idi? Külək idi, su idi. Burada da palıd, qoz, söyüd küləklədir, noxud öz-özünədir. D variantı. X bölünsün Y ifadəsinin qiyməti N-in hansı qiymətində 1-ə bərabər olar? Baxın, 8 xanı balığında onun üzgəc sayı. 8 xanı balığında, ümumiyyətlə bir xanı balığında 8 üzgəc var. Çünki bunun belində 2 dənə tək üzgəc var. 8 xanı balığı deyirsə doğru yazıb, 64-dür. Dərsində yalnız bir növ vəziyə malik olan N sayda istiqanlı canlıda ətraf sayı. N saylı istiqanlı canlıda 2 dənə caynaq, quşdan söhbət gedir, baxın, bir növ vəz büzdün vəzidir. Bunun da 2 dənə ətrafı vardı. 2 ətrafı varsa, mən N-in nə qiymətini tapmalıyam? 32. 32 tapmalıyam ki, bunu buna vuranda 64 eləsin və X, Y-ə böləndə 1 alınsın. Düzgün cavab variantım 32. Şəkildə göstərilənlərdən hansı gametofit nəsildir? Qıcı yetkin fərdi sporofit nəsildir, yəni qeyri-cinsi nəsildir. Burada mamırdır, yetkin fərd gametofitdir. Bu sizə tozcuq dənəciyini göstərir, gametofitdir. Bu rişem kisəsini göstərir, gametofitdir. Protal gametofitdir. Demək ki, olacaq 2, 3, 4, 5 gametofit. D. Verilən bitkilərdən hansına gametofit nəsil üstünlük təşkil edir? Bayaq da dedim, mamırdan başqa hamısında qeyri-cinsi nəsil təşkil edir üstünlük. Mamırda da deməli gametofit, yəni cinsi nəsil üstünlük təşkil edəcək. C. Hüceyrənin hansı rəqəmlə göstərilən orqan onun tənəffüsünə xidmət edir? Tənəffüs mitoxondri, doğrudur. Burada da mitoxondridən bu şəkildə. Mitoxondrinin quruluşunu uşaqlar demişəm, bu şəkildə yadınıza salın. İçində ziqzaqlar göstərir. 1. Soyuqqanlı heyvanlar seçin, quş və məməlidən başqa digər onurğalıların qrupu. Yəni balıq, sürünən, qurbağa, amfiblər. 2, 3, 4, 5. B variantı. Həlqəvi qurtların bilavasitə dərin altında yerləşir. Dərin altında bilavasitə həlqəvi yerləşir, onun altında isə uzunluq. Bunu necə yadınızda saxlayın? Uşaqlara da bu formada demişəm. Barmağa keçirilən üzük kimi.